Namus bize ar olsun, ne güzeldir ölmek bize sevimli vətən üçün. İkinci Qarabağ müharibəsində su qovuşanda yaralanan hərbiçimiz Nurullayev Cavid İlqaroğlu 1994-cü il oktyabr ayının 22-sində Bakı şəhərində anadan olub. O, Bakı şəhəri 191 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. Orta məktəbdə oxuduğu illərdə cüdo üzrə yarışlarda iştirak edib və bu yarışlarda yüksək nailiyyətlər əldə edib. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. O, xüsusi təyinatlı kəşfiyyat briqadasında xidmət edib. 2013-cü ildən həqiqi hərbi xidmət dövründə kurslarda iştirak edib. O, həqiqi hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb. 2020-ci ildə 2-ci Qarabağ müharibəsində ordu sıralarında könüllü surətdə döyüşlərə qatılıb. O, kəşfiyyat taborunda gizir kimi Ağdam, Ağdərə rayonunda gedən döyüşlərdə iştirak edib. Cavid Nurullayev oktyabrın 6-sında su qovuşanda gedən şiddətli döyüşlərdə 530 yüksəkliyində yaralanır. O, bir müddət hospitalda müalicə aldıqdan sonra Ağdam rayonunda gedən döyüşlərdə iştirak edib. Ailəlidir, 2 övladı var. O, müharibə bitdikdən sonra 3-cü dərəcəli Vətən müharibəsi əlili kimi ordudan təxris olunur. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən Cavid Nurullayev su qovuşanın azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilir. O, həmçinin Vətən müharibəsi iştirakçısı və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı ilə təltif edilir.